Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. Xəbər verilir ki, hadisə rayonun İsmail Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb. 1977-ci il təvəllüdlü Haşimov Rüfət Arifoğlu mübahisə zamanı həyat yoldaşını döyüb, bunu görən onların 15 yaşlı qızı bıçaqla həmin şəxsə xəsarət yetirib. Yaralı döş qəfəsinin kəsilmiş, deşilmiş xəsarəti ilə Sabunçu tibb mərkəzinə yerləşdirilib. Həmin şəxs cərrahi əməliyyat edilib. Fakt üzrə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları araşdırma aparır. Baş prokuror Kamran Əliyevin əmri ilə hərbi prokurorun sabiq müavini Fuad Məmmədov Tərtər rayon prokuroru vəzifəsinə təyin edilib. Xəbər verilir ki, Kamran Əliyevin digər müvafiq əmrinə əsasən Əli Qurbanov Tərtər rayon prokuroru vəzifəsindən azad edilərək Tərtər hərbi prokuroru vəzifəsinə təyin olunub.